Ölkədə və dünyada baş verən ən son hadisələrdən xəbərdar olmaq üçün videonu bəyənib, kanala abunə olub, bizə dəstək ola bilərsiniz. İndi isə keçək xəbərə. Ermənilər Zəngəzur və Göyçə bölgəsini tədricən tərk edir. Səyyar TV xəbər.org istinadla xəbər verir ki, Ermənistan mediası bu bölgələrdəki vəziyyəti öyrənməyə çalışıb. Göyçənin Sotq ərazisinin rəhbəri Sevak Xaçatryan bölgədə işsizlik probleminin olduğunu dilə gətirib. Tavuş rayonunun Movses kəndinin inzibati rəhbəri Aşot Poladyan da işsizlikdən əziyyət çəkdiklərini deyib. Bildirib ki, kəndi tərk edənlər azdır, lakin işləmək üçün tez-tez xaricə üz tutanlar da var, təkcə kənddə yox, ümumilikdə bölgədə işsizlik problemi ciddidir. Zəngəzurun Xnatsax, yəni Xanazax qəsəbəsinin inzibati rəhbəri Seyran Mirzoyan isə insanların ərazini tərk etdiyini bildirib. O, kəndin boşalması haqda deyilənlərin doğru olmadığını deyib, lakin əlavə edib ki, zaman-zaman gedənlər olur. Onun sözlərinə görə hazırda qəsəbədə 130 ev var, halbuki bir neçə il öncəyə qədər bu say 145 idi. Sonuncu dəfə 3 ay əvvəl gedənlər olub. Gedənlərin də əsas səbəbi işsizlikdir.